Herkese salam dostlar, sabahınız xeyir olsun. Bugün ayın 12'si saat 07:46 çıxıram linyaya. Bu dəfə videonu Samsung'dan çəkirəm. iPhone'u satası oldum. Bu Alkaşla yolun ortasında uzanıb orada. Ona görə buradan çıxa bilməyəcəm. Gedirəm fırlanım, o biri tərəfdən çıxım. İndi çıxıram linyaya, saat yəqin ki axşam 8-ə qədər işləyəcəm deyəndə ilk sifarişim gəldi. Bu oğlanı tanıyıram, həkim oğlandır. Yəqin ki poliklinikaya gedirəm onu götürməyə. Allah Məhəmməd yaylı deyib başlayaq işə. Bəli dostlar, ikinci sifarişimi də bitirdim. Birinci sifarişim 209 rubl idi. İndi ikinci sifarişi bitirdim. Prosta eyni yerdəydilər deyə video çəkə bilmədim. İndi gedirəm üçüncü sifarişi götürməyə. Elə bir bu müştəri düşdü, o biri müştəri oturdu. Ona görə orada çəkə bilmədim ki, özdə müştəri də qızı etdim, indi səh başlaşır. Ona görə çəkmədim. İndi gedirəm üçüncü sifarişi götürməyə. 2 dənə sifarişi tamamladım, saat 08:07. Bəli dostlar, növbəti sifarişim, üçüncü sifarişi də tamamladım, 178 rubl bu elədi. İndi gedirəm dördüncü sifarişi götürməyə. Bu sifarişim 5 dəqiqə çəkdi. Gətirmişəm poliklinikaya. Bugün 3 dənə zakazım olub, 3'ü də xəstəxanadan. Gedirəm 4'ü götürməyə. Bəli dostlar, bu telefon mənim başıma oyun açdı. Bayaqçı zakazı apardım, pulunu götürdüm, bonusu apara bilmədim. İndi növbəti sifariş götürmüşəm. Gedirəm ora, telefonu 2 saatdır işləmirdi, onunla əlləşirdim. 100 manata telefon almışam, indi bir dənə burada kamera var, bir dənə burada şey deyim, aşağı tutdum. İndi adam çox bir şey də gözləmir, amma da bu qədər də yoxdur. RAM-ı bilmirəm, 500 megabaytdır, 1 gigabaytdır, nədir? Ümumiyyətlə işləmir, bezdirib adamı. İndi gedirəm, səhv eləmirəmsə 5-ci sifarişimi götürməyə. O bir dənə sifarişim bonusa düşmədi. Normalda 25 dənə işləyib 1000 rubl bonus götürəcəkdim. İndi gərək 26 dənə zakaz eləyəm, 1000 rubl bonusu götürəm. İndi bu adresə çatıram, 500 metr qalıb. Gedim onu da götürüm aparım. Ondan sonra davam eləyək yenə. Bəli dostlar, bu sifarişimi də qutardım. 5-ci sifarişim idi. 279 rubl idi səhv eləmirəmsə. 9 dəqiqə çəkdi, 279 rubl kombinata yatmışdım. İndi qayıdıram obratna şəhərə. Buradan da təzədən selfiedən keçməliyim. Bəli dostlar, növbəti sifarişim də 5 dəqiqə çəkdi, 188 rubl. İndi gedirəm 7-ci sifarişimi götürməyə. Ondan sonra yəqin ki biraz bir ara verəcəyəm, 20-30 dəqiqəlik. Ondan sonra yenə davam eləyəcəm. Amma elə dəqiq deyil. Prosta evə gedib bir dənə nahar yeyib yonub çıxmaq istəyirəm. Prosta ona elə fikirləşirəm ki, gedim, getməyim. İndi baxacağam da görüm sifariş olmasa, sakitçilik olsa gedəcəyəm. Bəli dostlar, növbəti sifarişim də 3 dəqiqə 30 saniyə 170 rubl. Xala bir dənə arxadan çəkilsə mən gedəcəm növbəti sifarişi götürməyə. Xala elə bir məndən prinsipə düşüb. Mən ara gedirəm, o da ora gedir. İndi gedirəm növbəti sifariş götürməyə, bu da %100 deyirəm. Xiyar, nə eləmək istəyir, çox maraqlıdır. Bu qocalar var ha, bu qoca kişilər də bizim ömrümüzə verdilər. Özümün. Növbəti sifarişim 1.6 kilometr. Bir də dostlar, bir buradan çıxım, ondan sonra o söhbət eləyəcəm sizdən. Bura padyomda biraz. Kanala uzun vaxtı yenə video ata bilmirəm. Bunun səbəbi mən girib yayala bu Rusiyada, mən sağala bilmirəm. Axırıncı videonu paylaşdığımdan bu yana dərman, zat, hər bir şey eləyirəm də. Sağalmaq olmur ki, olmur. Çox mundar bir dənə girib yayılıb. Ona görə də indi bu yenə səhər dərman atıram, axşam atıram. Xeyri yox deyə. Mundar bir dənə giribdir. Bugün ayın 13'üdür. Ola bilsin ki bu ayın axırına qədər taksavatlıq eləyim. Ondan sonra arenda maşını qaytarım, özümə bir dənə başqa iş axtarım. YouTube'a da çalışacağım ki, bu 17 günüm qalıb, 17 günün hər gün video çəkəm, saxlayam yaddaşda, hər həftə 2 dənə paylaşam. Çünki taksidə hal-hazırda ümumiyyətlə iş yoxdur. Yəni mənim ancaq qazandığım gedir arendaya, bir də zapravkaya. Ona görə sərf eləmir. İndi belə bir fikrim var. Görün bəlkə düzəldi, bəlkə yeni iş oldu. İndi görək necə olur da.
Əgər ki, işlər düzəlsə, heç bir şey qaytarmayacağam, işləyəcəm. Görsəm ki, belədir, hələ bütün qazanc gedir ancaq arendaya, zapravkaya, onda maşını qaytarıb başqa bir dənə bir şey fikirləşəcəm. Bəli dostlar, voyenni bazaya adam gətirdim, 10 dəqiqə çəkdi, 425 rubl. İndi təzədən qayıdıram şəhərə. Şəhərə qayıtmağım da ki, 7-8 dəqiqə çəkəcək. Bəli dostlar, bu sifarişimi də bitirdim. 6 dəqiqə 335 rubl. Yenə poliklinikaya yatırdım. Mən bu inanca poliklinikaya işləyirəm. Bu sifariş də niyə 335 rubl oldu? Mən yolda olanda sifarişi verdi. Uzaqdaydım deyə 150 rubl orada mənim üçün bonus oldu. Normalda 185 rubl olmalıydı. Oldu 335 rubl. Yandex'in bu işini sevirəm də. Bəli dostlar, saat 10:52. Yenidən çıxdım işə. Şimdi akşama kadar uca çalışacağım, dayanmadan işleyeyim. Bugünlük başka bir işim yoktu. Bu kadar idi. Şimdi çalışacağım ki akşama kadar dayanmadan işleyeyim, biraz pul kazanmağa. Bəli dostlar, növbəti sifariş 483 rubl. Sizdən sonra mən 3-4 dənə sifariş apardım. Yenə o voyenni şəhərə gəlmişəm. 3-4 dənə sifariş apardım. O sifarişlərlə bir yerdə hal-hazırda 14 dənə eləmişəm, səhv eləmirəmsə. Canlı yayındaydım YouTube'da. Siz də əgər canlı yayınlara qatılmaq istəmirsinizsə, kanala abunə olub, bildirimləri açsaz, siz də canlı yayına qoşulub bizlərlə söhbət eləyə bilərsiniz. Qəşəng maraqlı canlı yayın getdi. İndi yenidən başladım video çəkməyə. Birazdan getməliyəm zapravkaya, benzin vurmalıyam. Və 20 litr günə vururam, bəs eləyir, 20-25 litr. Ondan sonra yenə davam eləyəcək. Bəli dostlar, uzun müddət ki Mejgorod getmirdim Murmanskaya. Çünki sərf eləmir gedib gəlmək. Bu indi Mejgorod verdi. Dedim götürüm də, onsuz şəhərdə də sakitçilik idi. İndi götürmüşəm, gedirəm müştərini götürüb, oradan gedəcəm zapravkaya. Oradan da çıxacağım Murmanskaya. 1 saat yarım deyək, o tərəfə 1 saat yarım. Bunu 1 saat yarım çətin, 2 saat 2 saat. Çünki zakaz aeroporta 4 şəhərədir. Bir 4 saata təzədən qayıdıb Mansikorskda olacağam, əgər orada qalıb işləməsəm. İndi orada baxacağım ki vəziyyətə. Müştərini aparmışam, şəhərin yarısını getmişik, ucu çıxırıq şəhərdən. Deyir, yox, mən gedəsi olmadım atmayət elə. Atmayət elədim, 407 rubl oldu. 550 rubl verdi. Apardım, ora təzədən gətirdim. İndi mən proqramdan çıxıram, təzədən gedirəm şeyə, zapravkaya, benzini vurum, ondan sonra çıxım işə. Daimur Murmanskaya gedəsi olmadım. Bəli dostlar, növbəti sifarişi də qutardım. Günəş vurur oradan 222 rubl. Bu qadını gətirdim kombinata. Burada qadınlar da işləyir kombinatda. İndi qayıdıram şəhərə. Ümumi eləmişəm, burada 19 görsədir. Amma mən ümumi eləmişəm 20 dənə zakaz, 3923 rubl. İndi bilmirəm videonun burasına qədər baxmısınız, sizdən bir şey istəyirəm. Videonun altında sizə maraqlı nə sual varsa, onların hamısını bir-bir soruşun məndən. Gələn videoda onların hamısına cavab verim. Həm videoda yolu görmürəm. Həm videoda danışa biləcəyim bir söhbət olsun. Həm də ki, sizin də nə maraqlıdırsa, onlara bir-bir cavab verim. Maşının hər yeri sudur, özüm önüm. Şəhəri su basır. Növbəti sifariş gəldi, Komsomolskaya 5. Bunu da götürüm, Kakraz yolumun üstüdür. Bəli dostlar, saat 16:19, 24-cü sifarişimiz 175 rubl. Bu sifariş 6 dəqiqə çəkdi. Hal-hazırda işlədiyimiz summa 4642 rubl. İndi saat hələ ki 5'e işləyir. Bu saat 8'e qədər işləyəcəyəm. Ondan sonra da YouTube'da canlı yayında olacağım. Eğer siz de canlı yayınlara gelmek istəyirsinizsə, kanala abunə olaraq bildirimləri açın. Yəqin ki bundan sonra hər gün canlı yayın açacağım axşamlar. Bəli dostlar, bir Murmansk zakazı daha düştü. İndi görək bu gedəcək ya yox. Metallurgov 28'dən Murmansk'a aeroport. Kakraz 25-ci zakazım idi, 1000 rubl bonus götürürəm. Eğer şey olsa gedib gəlib videonu yekunlaşdıracağım. Ondan sonra uca keçəcəyəm canlıya. Eğer ki atmenit getməz. Bəli dostlar, 1 saat 40 dəqiqə
4534 rubl. İndi bir dənə baxın buradakı Otere'də. Oteret 1 saat 30 dəqiqə gözləyir. 5 dəqiqədə gözləyən dörəm promoy qayıdıram arxaya. Manchegorskiyə. Hal-hazırda saat 18:23. Promoy qayıdıram arxaya buradakı aeroport. Bəli dostlar, Paşdorju Manchegorskiyə gəlib çatıram. 5-6 kilometr qalıb yolda bəkarçılıq idi. Dedim elə videonu burada yekunlaşdıram. Bugün təxmini uçurdum. 33 litr benzinim gedib 8596 rubl. Pul işləmişəm. Ona da 1000 rubl da bonus gələcək. Olacaq 9600 rubl deyək bir dəfəlik. 9600 rubl pul işləmişəm. Bir dənə sürüşmədən bu bir əlimlə bura gəzə bilsəm. O ekran. Oradan 2200 benzin, 1700 arenda. Bugün mənə qalan 7230 rubl. Oradan 230 rubl edələ Moykaya çıxaq. Təmiz bu gün 7000 pul işlədim. Uzun vaxtidir belə iş yox idi. Bu gün şükür Allah qəşəng iş oldu. İşlədik, yekunlaşdırdık. Saat 8-ə qalıb 6 dəqiqə. Elə demişdim 8-ə qədər işləyərəm. Elə kakraz da gəldi, belə çıxdı. Saat 8-ə qədər işləmiş oldum. Bu günlük məndən bu qədər. Gələn videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Hələlik.